Azərbaycanda uşaqların sosial şəbəkəyə sərbəst girişinə qadağa qoyulması ilə bağlı dinləmənin keçirilməsi təklif olunur. Bu barədə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin iclasında bildirilib. Uşaq hüquqları haqqında yeni qanun layihəsinin müzakirəsi zamanı qeyd olunub ki, azyaşlıların sosial şəbəkəyə rahat çıxışı narahatlıq doğurur. Bəzi ölkələrdə bu qanunla tənzimlənir. Azərbaycan da bu beynəlxalq miqyasda gedən hərəkata qoşulmalıdır, necə deyərlər. Bu məsələ ilə bağlı Azərbaycan öz qanunvericiliyində müəyyən addımlar atmalıdır. Və biz komitə olaraq sizin vurğuladığınız Roblox korporasiyasına rəsmi məktub ünvanlamışıq. Onların bilirsiniz ki, çox geniş çərçivəli oyunlar şəbəkəsidir və çox da sərbəst ora giriş, çıxış, heç bir məhdudiyyətsiz sadə bir uşaq orada öz oyununu, özünün ağlına gələn bir ideyanı reallaşdıra bilər və dərhal da bütün ictimaiyyətə bu açıq ola bilir, öz yaşıtlarını, həm yaşıtlarını da bura cəlb eləyə bilir. Ona görə bu çox zərərli bir nəticələr ortaya qoyur. Unutmamalıyıq ki, süni intellekt hal-hazırda insan hüquqlarına ən böyük təhdiddir. Ən ciddi təhdiddir və biz bu məsələlərə ciddi yanaşmalıyıq. Ələxüsus da uşaqlar arasında bu pis vərdişlərin, pis alışqanların yayılması mən tərəfdən bu yaxınlarda hazırlanmış və ictimaiyyətə təqdim olunmuş bir hesabat Roblox oyunu ilə bağlı. Mən çox xahiş edərdim ki, dəyərli millət vəkilləri bu hesabatla tanış olsun. Və bu cür məsələlər çox həssas məsələlərdir.